Rüfət, ölkə futbolunda ən çox müzakirə olunan məqamlardan biri də odur ki, Azərbaycan futbolunda çıxış etmiş ən yaxşı legioner hansılar olub və ya hansı olub? Azərkeşləri də ən çox düşündürən sual olur. Tez-tez bu sual ətrafında müzakirələr gedir. Sənin də fikirlərin maraqlıdır. Adları mən deyəcəm və sən ilk onluğu formalaşdırmağa çalışacaqsan təbii ki. Dino Endlovu. Endlovunu 6 deyərdim. Georgi Adamya, bir qədər əvvəllərə qaydaq. Adamya 5. Honda, Neftçinin çempion olduğu ildə çıxış etmiş. Amma artıq bura gələndə o dərəcə yaxşı deyildi. Təbii ki, təcrübəsi vardı, amma o dərəcə yaxşı deyildi. Məncə 8. Juninho, Qarabağdan ötən mövsüm. 4 deyərdim Juninho. Bir qədər köhnə illərə qayıdacaq. Yenə Oktay Dərəloğlu. 7 boş idi. Çünki çox izləməmişəm ona görə. Səhv eləmirəmsə, Dino Endlovuya nə dedik? Dino Endlovunu 6 dedik. Oktay Dərəloğlu'nun 7 qeyd edirsən. Richard Almeida. Almeida 3. Julius Vobay. Vobay 9. Canales. Canales də yaxşı idi, amma ilk 2 sıranı saxlamışam da. 9, Canales 10. Reynaldo. Reynaldo 2. Flavinho. 1. Sənə görə ölkə futboluna gəlib getmiş ən yaxşı əcnəbi futbolçu Flavinho'dur. Təşəkkür edirəm. Sağ olun. Pinto, περιμένει ο Σέρτσο. Νέο λάθος από τον Πίντο. Και για να δούμε τώρα πώς θα απομακρυνθεί ο κίνδυνος στην περιοχή Νεύτσι. Δύσκολα.